Ay millət, Elçibəy Heydər Əliyevin adamıydı, hakimiyyəti qoydu, tonlarla qızıldan qoydu. Tonlarla qızıldan hakimiyyəti qoydu. İlham Əliyev bilirsiniz, 58 ton, təkcə 56 ton, üzr istəyirəm, 56 ton Tovuzdan Koroğlunun dəlilərinə aid qızılları, xəzinələri boşaldırlar. Bunu bütün Tovuz rayonu bilir. Eləcə də İlhamın ətrafı. Ey mənim gözəl xalqım, gözəl insanlar, gözəl xalqım. Bax sizə buradan deyirəm bəri başdan. İlham Əliyevin az bir ömrü qalıb. Ya zəlzələdən, ya vəlvədədən, ya öləcək, ya ölüm adından itəcək. Bax deyirəm, demədi deməyin, söyləmədi deməyin. Xüsusilə bəd proqnozları mən çox gözəl verirəm. Xoş proqnozlarımın 10 dənəsindən 8-i düz çıxır. Amma bəd proqnozlarımın 10 dənəsindən demək olar ki, çox vaxtı onu da düz çıxır. Ha deyirəm sizə. İlham Əliyev qaçacaq. Bəri başdan xəbər aldıq ki, Azal təyyarələri satılır, Silkivey'in, Azalın, Leylanın, Arzunun təyyarələri satılır. Sanki bunu dədəsi, sanki qıçasını qaldırıb belə şeyxin qabağında döydürüb Arzu xanım əldə eləmişdi Leyla xanım. Azalın təyyarələrini öz malları kimi satırlar. Öz bağının məhsulu kimi Azalın təyyarələri satılır. Sabahlar nə görəcəksiniz? Azalın təyyarələri satılması bizə nədən xəbər verir? Bax, deyirəm sizə. Bir də görəcəksiniz İlham Əliyev qaçıbdır. Yoxdur dəvci. Ya ölüm adından, ya ilə siyasi mühacir olub. Görəcəksiniz ki, hərbi təyyarələr İlham qaçandan sonra yarısı Ukraynadan çıxır, yarısı Ermənistandan, yarısı Gürcistandan hərbi təyyarələr. İstər qırıcı, istər yük təyyarələr, hərbi yük təyyarələr. Hərbi helikopterlərimiz, hərəsi ya kütləvi şəkildə hansısa ölkələrdən çıxacaq. Hamısını satmış olacaqlar. Ha deyirəm ha, demədi deməyin. Bütün hava limanlarında ən böyük, ən bahalı nədir orada? Radar mexanizmləridir, idarə etmə sistemləridir. Hamısı satılmış olacaq. Ha deyirəm ha, demədi deməyin. Daha sonra, dəyərli vətəndaşlar, bax, bir dənə qızıl, 1 kiloqram qızıl devlətdə, banklarda qalmayacaq. Hətta lambarda qoyduğunuz qızıllar var, ha, pul götürürsünüz, lambarda qoyduğunuz qızıllar. Gecə ilə maskarlar onu yığacaq, heç nə qalmayacaq. Zaten indinin özündə. Gedin kimlə istəyirsiniz danışın. Bax, lambarda qoyduğunuz qızılın bir ay pulunu verəməyəndən sonra o qızılın pulunu 2 qat da versəniz o qızıl gəlib çıxmır. Çünki hakim ailəyə gedir. Plan belədir, proqram belədir. Çünki mənim adamlarım var da, 20 minlik qızıl, həm neçə minlik qızıl qoyan adamlar var mənim tanıdığım. Deyirlər qardaş, qızıl pulu qoydu, gecikdirdik, aydın məsələ. Sonra gecik cərimə ilə bir yerdə ödəyib qızılımızı qaytar, qızıl yoxdur. 1 kiloqram qızıl qalmayacaq, bax deyirəm. 1 milyonca dollar. Baba, 1 milyon dollar nə mənə şeydir. Bir dənə məmurum, orta səviyyəli məmurum bir maşını elə 1 milyon dollardır. Bax, xarici valyuta, əskinaz kimi 1 milyon dollar və yaxud evro, və yaxud funt sterling, və yaxud nə bilim hansısa bir deyək ki, xarici valyuta, yuan olsun, nə bilim TL olsun, xarici valyuta olmayacaq. Hamısını daşıyacaqlar. Sonra daha canım sizə nə desin? Canım sizə. Getməmişdən qabaq, tutaq heyvanların hamısını kəsirlər, aparırlar Gürcistana satırlar. Gürcistan üzərindən Türkiyəyə satırlar, o danalar var. İlham Əliyev getmişdi baxmağa ki, kökəlib satmaq olar mı? Dəyərli dostlar, inanın Allaha deyirəm. İnanın Allaha deyirəm hadisi. 2 gün öncə yoxdur, yalan olar da. 5-6 gün öncə mən sizə buradan göstərdim. Mən sizə göstərdim. Dənizin qırağında olan tarixi, qırmızı kitaba düşmüş tarixi qayaları belə doğrayıb aparırdılar. Gördünüz, polis qabağını çağırırlar. Polislə danışıb, polis gedib deyir, sonra aparasında da burada çəkən zat var, başqa adamlar var. Ay ki, qayaları aparırlar bunlar. Nə danışırsınız? İnanın Allaha deyirəm, radar sistemlərini, o yerüstü hava hücumundan müdafiə sistemlərini hamısını satacaqlar. Bax, o gəmilərimiz var ha, Ruslara satacaq, Qazaxstana, Taciklərə satacaq. Karoçi, Qabil gələcəkmi? Əli Kərimli kimsə gələcək ölkənin başına. Görəcək dənizdə üzməyə gəmi yoxdur, istəyir hərbi, istəyir mülkü, istəyir yaxta, heç nə yoxdur. İnanın Allaha, bunların xarici maşınlar var, kolleksiya. Hamısını daşıyırlar, xaricə. İnanın Allaha deyirəm. Bax, hava limanlarında təyyarə tapmayacaqsınız. Nasosnu da, nə bilim, adını siz deyin, adını siz deyin. Dəyərli vətəndaşlarım, Kürdəmir hərbi hava limanında heç nə tapmayacaqsınız. Bir dənə dişə vurmağa çöp tapmayacaqsınız. İnanın Allaha deyirəm. Vallahi də, billahi də deyirəm. Buna İlham Əliyev deyərlər, sürtük deyərlər buna. Buna sürtük deyərlər. Ay, orqanlarımızı çaldılar, ay, mən qazi tanıyıram, qazi tanıyıram. Mənlə danışırıq. Deyir, qadın hanım, mən daxildən yaralanmamışdım, mənim ayağımdan yaralanmışdım. Saldılar mən içəri əməliyyata. Narkozdan ayrıldım. Haçansa 2-3 ildən sonra Uziyə girəndə gördüm böyləyimin biri yox. Böyləyimin birini çalıblar. Ay qardaş, nə qədər şəhid anası var, nə qədər rəhmətə gedən, bax, hərbiçi anası var, mülkü adamın anası var, valideyni var ki, deyir, meydi yarmışam. Meydi düzdür, bəzi məlumat, necə deyirlər, ta ki, bir adam öldü. İstər hərbidə, istər mülküdə bir adam öldü qadın alım. Eləmi elə? Adam öldü də adam, öldü adam. Onun qarnını yarırlar. Mən o meyit yaran olmuşam da, orada da bilirəm. Başını ətin kəsirlər, mişar var, xüsusi kəsirlər belə. Beyninin, baş beyin, orta beyin, hərəsindən öz qablarına xıda qoyurlar. Bütün orqanlarından qoyurlar. Dəyərli vətəndaşım. Dəyərli soydaşım. Bu təsbit, ekspertizadır. Ekspert eləmək üçün, ölüm səbəbini bilmək üçün. Bunun bir səbəbi var. Ölüm səbəbini bilmək üçün.
Ay bunu başa düşdükdən mən nə deyirəm ki? Erməninin xaçına mı söyürəm? Yox, söyürəm. Ay ki, yaxşı bu hərbidə olanlar miniyə düşüb adamın qışları gedib qan aparıb ölübdür. Ya ölümcül banisiyaya çatdırılıbdır. Hə, bunu anası indi aparıb bastırmağa. Görür ki, qarnını yarıblar, başını kəsiblər. Xeyr ola. O da xeyr ola da bu iki dənə ayağı gedib qan axmadan ölübdür. Bax bunu təzədən qarnını yarıb nə ekspertiz eləyirsiniz? Bir gündə yüzlərlə şəhid gəlir, yaralı gəlir. Bunu hansı birini ekspertiz eləməyə imkanınız var idi? Valideyn yarır belə güya ekspert elə də bura qədər. Ya bax bura qədər yarırlar. Valideyn yarılmış yeri açır, elə valideynlər olub, yarılmış yeri söküblər. Açıblar ki, uşağının nə qaraciyarı var, nə dalağı var, nə böyrəkləri var. Heç nə yox. İçini söküb aparırlar. Ha, qadanız alayım sizin. Günorta dedim çok üstüne direnme istəmirəm. Bax, namusumuzu çaldılar mı? Ərəbin, Hindistanın, Kürdün, Pakistanın altına saldılar mı yatağına? Namusumuzu çaldılar. Organlarımızı çaldılar mı? Adam istər diri, istər ölü. Organlarımızı çaldılar. En çok əhalisini, ərazisini nəzərə alanda en çok uşaq uğurluğu Epstein'e kaçırılanlar Azərbaycandandır mı? En çok kaçıran, en acımasız Endreyin, kralın balaca qardaşı Endreyin, dostu İlham Əliyev idi. Orada en çok kız, uşaq, oğlan uşağı, kız uşağı aparan Emin Ağalarov idi. Ay başınıza dönün. Bakın ha, kör qızıllarınızı çalırlar mı? Yerin alttakini çaldılar mı? Bakın ha, 2 il sonra bak İlham Əliyev, dünya, bilirsə pulun dəyərini saxlayan nədir? Pulun dəyəri, qızıldır, qızıl. O ölkənin pulu dəyərlidir ki, onun pulunun miqdarının ya hamısı ya müəyyən faizi qədər onun rezerv qızılı var, rezerv qızıl. Bizim qızılımızın neft, qaz bizə valyuta gətirirdi ya, onu əvəz eləyirdi. Bakın, Dünya Qızıl Fondunun rəhbəri çıxış eləyir, deyir ki, Azərbaycan 2 ildən çoxdur ki, Beynəlxalq Qızıl Fondundan 20 neçə ton qızılı satıbdır. Yoxdur. Amma bunu xalqdan gizlədirlər. Ay başınıza dönüm sizin. Biz bunu niyə Beynəlxalq Qızıl Fondundan eşitməliyik? Niyə bunlar satılır? Bu boyda neft qaz gəlirləri gələn yerdə o qızılın satılması nəyə lazım idi? Ay qızılı özləri alıblar, aparıblar, gizləyiblər. Ay yalan deyirlər Qubad İbadoğlu. Ay nə bilim dünyanın ən güclü adamıymış da. Ya iqtisadçısıymış da. Ay ki Qubad İbadoğlu deyir, yarım trilyon neft qaz gəliri var. Mən isə deyirəm 3-4 trilyon arası neft qaz gəliri var. 3-4 trilyon. Mən subut eləməyə hazırım. Subut eləməyə hazırım. Geçsin Qubad İbadoğlu araşdırsın ki, en çok gazımız Türkiye'ye satılır. Türkiye'ye satılan gaz devlet bütçemize 5 qəpikdən girir, 5 qəpikdən. Qalanı hara gedir? Geçsin Qubad İbadoğlu Gürcüstana, əvvəllər Ukraynaya, indi Gürcüstana, indi Ukraynanı bilmirəm. Satılan gazımızın kubu 7 qəpikdən girir bütçemizə. Nətər olur Nətər olur Qazın kubu 7 qəpikdən və qalan orada 37 qəpiyə satırlar Gürcüstanda. O hara gedir? Ha? Hara gedir? Hələ mən demirəm Koroğlu'nun qızılları, orqanı, mafyası, narkotik satışı, hələ mən demirəm bütün o tranzit narkotik satışı, insan alveri, nə bilim, məmur alveri. Mən bunları hələ demirəm. Təkcə Koroğlu'nun dəllərinə məxsus 18 reis helikopter 3 ton götürür. 18 reis qızıl daşıdılar. Soflar kəndindən, Qurbağa dağdan. Hər bir qızıl 56 ton idi. Ton. Orada ən ağır bir dənə ustall olub. O böyük bir ustall olub. Onu helikopterlə qaldırıblar. O ustall ola bilərdi. Bir neçə 100 kilo çəkisi var idi o stolun. Qızıldan idi o da. Bir neçə 100 kiloydu. Çünki 6 adam qaldıramamışdı onu. Bir neçə 100 kiloydu. Onu qoydu qırağa bir neçə 100 kilo. Amma qalan orada ən çox 2 kilo yarım qılınç qızıldan qınlı qılınçlar idi. 2 kilo yarım. Onun da qiyməti 16 milyon dollar. Bilirəm. Tovuz rayonu Tovuzdan Allah şahidi. Bilirsə Tovuz hardan? Rayonlar hardan idarə olunur? Bazardan. Bütün Tovuzun bazar xalqı hamı bilir ki, bazarın qabağından kanalizasiya xətti çəkəndə qızıl qılınç çıxdı. Qızıl qılınç. O vaxt Tovuzun icra başçısı Tofiq Zeynalov idi. Tofiq Zeynalov qızılı götürdü, dedi ki, bu kiloya vuranda 2 kilo yarımdır. 150-200 min eləyə ya eləməyə. Amma bunun dedi qiyməti 16 milyon dollardır. Hələ aşağı, ən aşağı qiyməti. Təsəvvür neynədir? Zeynalov Tofiq neynədir onu? Neynədir onu Zeynalov Tofiq? Zeynalov Tofiq onu verdi qardaşına, İlham Əliyevin hörmətini biraz da artıq qazansın deyə. Verdi qardaşı Ramiz Zeynalova, indiki qayi rəisinə. O da dedilər, deyilənə görə İlhama hədiyyə eləyibdi. Bəlkə də heç hədiyyə eləməyibdi. Ulu körpünün başından 76 kilogram Ramiz Mehdiyevin çıxartdığı qızıldan mı danışayım? Daha doğrusu qızılı Ramiz Mehdiyev çıxartmadı. Qızılı Qaxın icra başçısı Qazaxlı Göyüşov çıxartdı. Amma Ramiz Mehdiyev xəbər tutdu bundan. Yolları kəsmişdi, çıxardırdı qızılı. Güya yola daşçı bizdə o dağın o üzündən dibindən yol keçir. Güya yolda qəza baş veribdi. Körpü də bu tərəfdən də bilirsiniz, orada mən çox olmuşam. Güya hamı bilirdi burada qızıl var. Hamı bilirdi. O vaxtın pulu qızıldan idi. Yəni dəmir pullar qızıldan idi, kağız pulu yox idi. Yəni ulu körpü, ulu kişinin tikdirdiyi o körpü, neçə kəndi birləşdirən körpü,
uçarsa, dağılarsa yenidən o daş daşıyırlar. Məsələn, neçə dənə daş daşıyanda bir qızıl pul verirdilər. Bir qızıl pul. Mənim yadıma gəlir Tovuz rayonunda Azərbaycanın ən hündür dəmir yol köprüsü Tovuzdan keçir, bizim kəndimizdən keçir. Mənim yadımdadır, yaşlı kişilər var idi. Deyir, mənim atam deyirdi, babam deyirdi. Bax deyirdi, o körpünü deyir, öyle yumurta ilə tikiblər. O beton o vaxtı şey yox idi axı. O vaxtı o sement yox idi. Yumurta sarısından. Başqa nələr qatıb elə tikirdilər. Deyir, o vaxt o daşları daşımaq, onu gətirənlərə deyir, 10 qızıl verirdilər. 10 qızıl. Uzaqdan gətirirdilər. O dəmir yol köprüsünü elə tikdilər deyir. İndi orada köhnəsi, təzəsi o sistemlərdə biraz müasirləşdiriblər. Yəni dəyərli vətənlər. Dəyərli soru. Bunlar götürürlər qızılı əmdilər qızılı, əmdilər. Belə şey olar mı ya? Adamın şərəfi olar, o ləyaqəti olar. Dəyərli vətənlər. Şah İsmail. Əbə İsmail adında İsmail. Fars nə qədər var İsmail adında? Azərbaycan az qala yarısının adı İsmaildir. Dinimizdən, imamımızdan da var da İsmail Qurbanı, nə bilim. Yaxşı, nə qədər Fars var İsmail adında? Azərbaycanın ən populyar addan 5 addan biri İsmaildir. İsmaildir. 5 addan biri İsmaildir Azərbaycana, 6 addan. Yaxşı, Farslarda 5 yox, heç 100 addan biri İsmail var mı? Bizdə var, Ağ İsmail, Qara İsmail, Boz İsmail, Kənd dolu İsmaildir bizdə. Sadəcə adından məlumdur, Şah İsmail bizimkidir, Koroğlu bizimkidir. Götü poxlu 13-15 milyon Fars bütün Türk millətinə sahib çıxıb. Koroğlu bizimdir, Dəli Həsən bizimdir, İbn Sina bizimdir, Şah İsmail bizimdir. O birisilər hələ var burada, bir neçə qəhrəmanlar olubdur, keçmiş. Hamısı bizimdir. Yəni bizimdir siz. Biz 100 nəfər olanda siz bir nəfər yox idiniz. Nətər oldu, hamısı sizin oldu. Adam körpələrə, qadınlara yazığı gəlir. Amma İran nə üçün savaşır? Molla rejimini saxlamaq üçün.